Faşizm üzərində qələbə günü mayın 9-da tədbirdə SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Salih Səmədov həbs edilib. İmişli rayon məhkəməsi Salih Səmədov barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi qeyd olunur. Qeyd edək ki, mayın 13-də Salih Səmədov İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Üç ölkədə Tayland, Çin və Sinqapurda COVID-19-a yoluxma halları kəskin artıb. Hökumətlər vətəndaşları maska taxmağa çağırır. Bu Azərbaycanda narahatlığa səbəb olub. Vətəndaşlar bizdə də xəstəliyin artacağını düşünür. Koronavirusa yoluxma sayı arta və qadağalar geri qayıda bilərmi? Global Info.az-a danışan tibb elmləri doktoru Professor Adil Qeybulla deyib ki, əgər epidemioloji vəziyyət pisləşsə, COVID-19-la bağlı yeni karantin qaydalarının həyata keçirilməsi zərurəti yaranacaq. Onun sözlərinə görə, bütün bunlar yenidən qaynaqlanmasına səbəb vaksinasiyanın yetərincə aparılmamasıdır. Düzdür, vaksinasiya ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır, amma bu fikirlər əsassızdır. Əsas məsələ odur ki, infeksiya zəncirini məhz vaksinasiya qırdı və qlobal pandemiya sona çatdı. Lakin epidemik ocaqlar hələ də davam edir. Çünki hamı vaksinasiya olunmuyub. Elə Azərbaycanın özündə də xeyli insanlar vaksinasiya olunmuyublar. Bütün bunlar yoluxma mənbəyidir. Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı xeyli sayda Rus hərbiçini Ukraynada cəbhədə aktiv hücumlardan qoruyur. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. Cəbhədə vəziyyət ağır olaraq qalır. Bəzi ərazilərdə biz Rusiyanın fəallığının artdığını qeyd edirik. Ən ciddi döyüşlər Pakrovsk, Liman və Kupyansk istiqamətlərində gedir. O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində əməliyyatlarını davam etdirir və bu, xeyli sayda Rus hərbiçinin Ukrayna ərazisində əməliyyat keçirməsinə mane olur. Ukrayna Müdafiə Nazirliyi Türkiyədən Kiyevə hava hücumundan müdafiə sistemi verməsini və hərbi sənaye kompleksinə sərmayə qoymasını xahiş edib. Ukraynanın Müdafiə Naziri Rüstem Umerov, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ilə görüşünün nəticələrinə dair Facebook sosial şəbəkəsində etdiyi paylaşımda yazıb. Amerika Birləşmiş Ştatları və İran tezliklə nüvə razılaşması əldə edə bilər. Bu barədə ABŞ prezidenti Donald Trump bəyan edib. Düşünürəm ki, İranla razılığa gəlmək şansımız var. Onlar bombardıman edilmək istəməzdilər. Əvəzində razılaşmanın əldə olunmasını üstün tutardılar. Düşünürəm ki, bu çox uzaq olmayan gələcəkdə baş verə bilər. ABŞ Senatı artıq gələn həftədən etibarən Rusiyaya və Rusiya neftini alan ölkələrə qarşı dağıdıcı sanksiyaların tətbiqi haqqında qanun layihəsinin müzakirəsinə başlaya bilər. Bunu Kiyevdə keçirilən brifinqdə Amerikalı senatorlar, respublikaçı Lindsey Graham və demokrat Blumenthal deyib. Onların sözlərinə görə, bu Kremlin müharibəni dayandırmaq istəməməsinə cavabdır. Graham'in fikrincə, bu yay sülh üçün məsuliyyət dövrü olacaq. Onun sözlərinə görə, iyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar keçirilə bilər. Lakin bu görüşün gündəliyi hələ məlum deyil. İsrail Müdafiə Qüvvələri Həmasın Qəzzadakı hərbi qanadının rəhbəri Məhəmməd Sinvarın öldürüldüyünü təsdiq edib. Bildirilib ki, Sinvar İsrail təyyarələrinin yeraltı obyektə endirdiyi dəqiq zərbələr nəticəsində öldürülüb. Hazırki vaxtda olan məlumata görə, Rusiyalıların İstanbula hansı gündəlik ilə gələcəyi barədə dəqiq informasiya yoxdur. Bizdə, Türkiyədə, ABŞ-da məlumat yoxdur. Digər tərəfdaşlarda da yoxdur və hələlik bu o qədər də ciddi görünmür. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib. O əlavə edib ki, bu məsələni dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla müzakirə edib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Avropa tərəfdaşları və ABŞ-la birlikdə yeni diplomatik addımlara hazırlaşır.
Magetinin son hesabatı İranın agentliyi ilə olan əməkdaşlığının əsl səviyyəsini göstərmir. Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. İran Mageti ilə prinsipial yanaşma əsasında geniş miqyaslı əməkdaşlığını davam etdirib. Bu nüvə əməkdaşlığı ilə bağlı hüquq və öhdəliklərə əsaslanır. Təəssüf ki, belə geniş əməkdaşlığa baxmayaraq, hazırlanmış hesabat əməkdaşlığın əsl səviyyəsini tam şəkildə əks etdirmir. Qeyd edək ki, daha öncə Magete İranın gizli şəkildə nüvə proqramı həyata keçirməsi barədə hesabat yayıb. NATO Rusiya tərəfinin alyansın şərqə doğru genişlənməməsinə dair yazılı zəmanət tələblərini müzakirə etmir. Bu barədə Azadlıq Radiosu NATOdakı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, belə bir məsələ nə sonuncu, nə də əvvəlki rəsmi NATO görüşlərində gündəmə gətirilməyib. Bu sadəcə akademik müzakirə səviyyəsində olub. Digər diplomat isə qeyd edib ki, NATOnun genişlənməməsi ilə bağlı yazılı öhdəlik verilməsi real deyil. Çünki dövlətlərin hansı ittifaqa qoşulacağına özlərinin qərar vermə hüququ beynəlxalq müqavilələrlə qorunur. Qeyd edək ki, 28 mayda Reuters agentliyi Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəni dayandırmaq üçün Qərbdən NATOnun genişlənməməsinə dair yazılı təminat istədiyini xəbər vermişdi. ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keith Kellogg isə qeyd edib ki, Vaşinqton Rusiyanın bu narahatlığını anlayır və bu məsələni Moskva ilə müzakirə etməyə hazırdır. Zəngəzur dəhlizi orta dəhlizə dəstək olacaq. Buna Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulqadir Uraloğlu deyib. O qeyd edib ki, orta dəhliz Türkiyə üçün əhəmiyyətlidir. Qapıların bağlı olduğundan əmin olun. Buna ABŞ prezidenti Donald Trump, Fransalı həmkarı Emmanuel Macron və xanım arasında yaşanan qalmaqaldan danışarkən deyib. Onunla danışdım, yaxşılar. Onlar yaxşı insanlardır. Mən onu çox yaxşı tanıyıram və orada nə baş verdiyini bilmirəm. Trump qeyd edib. İsrail Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Latakiya əyalətinin Cebla şəhəri arasındakı hədəflərə zərbə endirib. Qeyd edək ki, bundan əvvəl Suriyanın Latakiya və Tartus əyalətlərində partlayışların baş verdiyi deyilirdi.